Gəl üç kəlməylə deyim də. Azər, bay, yəni kişi, can. Azərbaycan, ana yurdum. Və ola bilsin ki, bəlkə də Yusif kimi köç eləyib Misirə. Bəlkə də Həzrəti Muhammed Peyğəmbər kimi Mədinəyə hicrət eləyib Azər. Araşdırma aparmışam ki, ola bilərmi Dədə Qorqud dediyimiz Azərdir? İbrahimin babası. İbrahimin atası Azər. Dədə Qorqud ola bilər. Bəlkə Həzrəti Eyyub kimi köç eləyib Azər. Bəlkə bizim elə Azərbaycan sözünün mənası elə Azər sözündən götürülür. Allahın salamı, xeyir, bərəkəti olsun hər birinizə.